Məlumatı yoxdur, istəyirəm bunu aydınlaşdırım. Demək, xayalarda normal temperatur, yəni toxumun yetişməsi üçün lazım olan temperatur 35 dərəcədir. Yəni insan bədənində ən sərin yer xayalardır. Toxumun normal yetişməsi üçün, testosteronun normal əmələ gəlməsi üçün, yəni təbiət tərəfindən, Allah tərəfindən belə bir qayda qoyulub da, yəni burada temperatur 35 dərəcədir. Bu toxum çıxaracaq hacaqların venoz kələflərində, yəni həmən o xayadakı venoz damarlarda, klapanlar yaxşı işləməyəndə, damar genişlənməsi olanda qan orada gecikir. Qanın da gecikməsi, yəni qan bilirsiniz də, istilik gətirən bir şeydir. Qan istilik verir. Qanın gecikməsi xayada temperaturun artmasına səbəb olur. Və xayada temperatur artanda da burada spermagenez, yəni spermatozoidlərin toxumun əmələ gəlməsi prosesi pozulur. Ona görə də bax bu şəkildə varikoseli elə bir şey, yəni xayadakı venoz damarların genişlənməsi sonsuzluğa gətirib çıxara bilər. Yəni bu mümkündür. Düzdür, bunun üçün uzun zaman tələb olunur və ikinci, üçüncü dərəcəli əksərən də ikinci, üçüncü dərəcəli varikoseli tələb olunur. Və burada bir məsələ də var. İkinci, üçüncü dərəcəli varikoseli əgər bir ildən yuxarı olursa, eyni zamanda bunlar cinsi zəifliyə də gətirib çıxara bilər. Nəyə görə? Çünki bu xayada temperatur qalxırsa, yəni 35-dən yuxarı qalxırsa, xaya qızırsa, orada təbii ki, testosteron əmələ gəlmə prosesi də pozulur. Və bunun nəticəsində təbii ki, insanlarda cinsi zəifliyin baş verməsi mümkün olur. Ona görə də belə hallarda birinci nə etmək lazımdır? Ümumiyyətlə buradan hamıya müraciət edirəm. Kimlər ki, yəni kişilərdən söhbət gedir. Kimlər ki, müxtəlif suallar verir. Ay xayamda belə ağrı oldu, solunda ağrı oldu, sağında ağrı oldu, yuxarısında ağrı oldu. Belə sualları verməyə ehtiyac yoxdur. Yəni xayada ağrı varsa, narahatçılıq varsa, şişkinlik varsa, dərhal uzi elətdirmək lazımdır. Uzi Doppler. Ümumiyyətlə, xaya çox zərif orqandır, çox da təhlükəli orqandır. Yəni, xayadakı problemlərlə zarafat eləmək olmaz. Ona görə problem varsa, əmələ gəlibsə, keçmirsə, dərhal bunu uzi eləmək, gözləmək mövqeyində